Salam, hər vaxtınız xeyir olsun. Bu günləri qəbizliyin qarşısının alınması üçün nə etmək lazımdır haqqında sizinlə danışmaq istəyirəm. Birinci növbədə qəbizliyin qarşısını almaq istəyirsinizsə, öd kisəsini ucudan keçirdin. Öd kisəsində daş yoxdursa, onda öd qovucu vasitələrlə öd kisəsini təmizləmək lazım. Xüsusilə burada təsirli vasitə solma çiçəyidir. Solma çiçəyi güclü öd qovucu təsirə malikdir. Niyə görə? Öd kisəsi təmiz olmalıdır. Ona görə ki, ödün 12 barmaq bağırsağa tökülür. Öd çətin həzm olan qidaları, yağlı qidaları parçalayır, həzmə köməklik göstərir. Bilirsiniz ki, qalxanları bəzi öd kisəsinə siqnal göndərir. Ödün sfinkteri açılır, 12 barmaq bağırsağa öd tökülür və çətin qidalar, həzmə getməyən qidalar, yağlı qidalar parçalanır, öd vasitəsilə parçalanır. Ödünüzü, öd kisənizi təmiz saxlayın. Bilirsiniz ki, gün ərzində 1 litr yarım öd ifrazı olur insan orqanizmindən. Bundan yalnız bir 300 ml istifadə edilir, təsəvvür edirsiniz. Yəni, əgər maksimum dərəcədə çalışmaq lazımdır ki, öd kisəsi təmiz qalsın. Qarazirə toxumundan 1 çay qaşığı hər gün çeynəmək məsləhətdir. Bu, həm parazitar təsir göstərir və eyni zamanda bağırsaqların peristaltikasına kömək edir, həzmə yaxşı kömək edir. Kətan yağı, kətan toxumunun yağı 1 xörək qaşığı istifadə edin, tərəvəzlərin üzərinə əlavə edin. Bundan istifadə etdikdə bu kətan toxumunun yağı həm bağırsaqların yağlılığını kömək edir, həm də bağırsaq peristaltikasına kömək edib qəbizliyi aradan qaldırır. Mədə əzələlərinin presi, bu çox vacibdir. Əgər mədə əzələləri güclü olarsa, burada pres olarsa, onda həm bağırsaqların hərəkətliliyinə təsir göstərəcək, bağırsaqların periferik qan dövranına köməklik göstərəcək, qəbizliyin qabağını alacaq. Gündə bir neçə də xüsusilə səhərlər yerdə uzanın və ayaqlarınızı, belinizi yuxarı qaldırın. Buradan periferiyadan qan mərkəzə doğru axacaq, buradan bağırsaqlar da yararlanacaq və eyni zamanda ağır yeməklər, çətin həzmə gedən qidalar, həzmə getməyən qidalar ki, bizim mədəmizi, bağırsaqlarımızı sıxır kiçik çanağa doğru, onun qarşısı alınacaq. Onlar öz yerini alacaqlar. Ayaqlar yuxarı qalxsanda, beli yuxarı qaldıranda bir neçə dəqiqə saxlamaq lazımdır. Çünki kiçik çanağa təzyiq olanda, bu mədə bağırsaq doğulu olanda, həzmə getməyəndə, onda kiçik çanaqda kişilərdə prostat əmələ gəlir, qadınlarda qadın orqanlarının xəstəlikləri əmələ gəlir və varikoz genəlmə və s. digər xəstəliklər əmələ gəlir. Masaj, qarın orqanlarının masajı, əlinizi yumruq şəklində saxlayırsınız, saat əqrəb istiqamətində 100-150 dəfə dairə hərəkətlər edirsiniz. Və yaxud da ondan sonra başlayırsınız döyəcləməyə, qarın əzələlərində döyəcləmək, qarın orqanlarını belə döyəcləyirsiniz. Bu döyəcləmə nəticəsində, bu masaj nəticəsində bağırsaq peristaltikası hərəkətə gəlir, bağırsaqların qidalanması tənzimlənir. Bununla da biz qəbizlik problemləri edirik. Balıq hərəkətlər, uzanırsınız qarın üstə yerə, balıq kimi sağa sola qarın üstə hərəkətlər edirsiniz, 100-150 dəfə hərəkətlər edirsiniz. Bu da qəbizlik qarşısını almağa köməklik göstərir. Və əsas qidalanmaya fikir vermək lazımdır. Əgər ət məhsulları, çörək, un məhsulları, çətin həzmə gedən, 8-10 saata gedən, həzmə gedən qidaları rasionumuzdan azalmaq lazımdır. Əsas qidalanma 80% tərəvəzlər olmalı, xüsusən tərəvəzlərin şirəsi. Blenderdən çəkirsiniz, şirə halında içirsiniz. Bir də həftədə 1-2 dəfə imalə, bağırsaqların imalə, böyük imalə və yaxud kiçik imalə, 300 ml-lik çoban yastığı imalə qəbizliyin qarşısının alınmasında çox təsirli vasitələrdəndir. Hamınıza can sağlığı arzu edirəm, özünüzdən müğayət olun.